Hörmətli Şahin bəy, suallarımın sayı kifayət qədər çoxdur. İndi mən son dəqiqə təcili xəbərləri də tamaşaçılarımızın diqqətinə çatdırdım. Xamneyinin olduğu ehtimal edilən bunkerin vurulması ilə bağlı ardıcıl deyərdim ki 2 gündür həmin o istiqamətdə bunkerin vurulması ilə bağlı xəbərlər alırıq və partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər gəlməkdədir. Bu cəbhədə nələr baş verir? Əvvəlcə bu sualı ünvanlayım sizə. Değerli Rusif Bey, bilirsiniz İsrail taraftan Xamneyinin vurulma ihtimali ile bağlı verilen suallara cevap, yani hedeflerden biri olduğunu dediler. Yani İsrail Baş Naziri net olarak dedi. Yani bu olma ihtimali çok yüksekti ama burada bir şeye bakmak lazımdı. Bugünkü vəziyyətdə Xamneyi ölkədə yani daha çok simge rolunu daşıyır. Yani faktik olarak bugünkü şəraitdə ölkənin operativ idarə olunması mən belə anlayıram ki, əsgərlərə, özellikle de yüksek rütbəli zabitlərə buraxılıb ki, bu yüksek rütbəli zabitlər təyinat aldığı andan bir neçə saat sonra İsrail belə deyim, havadan hücumu yoluyla məhv edilir. Bu da Mossad'ın, özellikle de Çaxalın, İranın içərisində yerləşdirdiyi agent şəbəkəsi və bundan başqa xarici başqa ölkələrin də İsrailə verdiyi kəşfiyyat dəstəyi sonucu saatlar içində yerləri təsbit edilir və məhv edilir. Bugünkü bu şeye baktığımız zaman Xamneyi daha çok bugünkü şartlarda daha simbolik bir isimdi. Çünkü onun yaşı dolayısıyla belə operatif ölkənin idarəsində iştirak eləmə imkanları çok kısıtlıdır. Bu kadar gergin bir anda hala bir tutarlı açıklama vermeyip, televizyada bir çıkışı ciddi şekilde görülmeyip, yani onun temsil ettiği o dini kurumun ne kadar zayıf ve işlek olmadığının bir göstergesidir. Eğer yani onun yolmuş olduğu o iqamətgaha veya bunkere atılmış zərbə sonucu ölmüş olması belə bugünkü şartlarda İran için bir psixoloji bir belə deyim də, yani önlem daşıyır. Çünkü o bugünkü şartlarda ölkənin idarəsində birbaşa iştirak ettiğini düşünmürəm. Çox maraqlı məsələlərdən biri də elə bu Xamneyinin fiziki şəkildə aradan götürülməsi ilə bağlı ciddi çağırışlar səslənməkdədir. Trump buna veto qoymuşdu, bilirsiniz. Qərb mediasında da bu geniş şəkildə işıqlandırıldı, müzakirə edildi. Digər maraqlı məqamlardan biri, həm də bilirsiniz ki, İsrailin baş naziri Netanyahu da həmin o vurulan ərazilərə gedir. Ciddi zərbələr var. Həqiqətən İsrail ərazisində də Tel Avivdə, Hayfada ciddi dağıntılar müşahidə edilir. Xüsusilə mülki infrastrukturun dağıdılması gözlər önündədir. Belə bir məqamda İsrailin Müdafiə Naziri İsrail Katz çox önemli bir açıqlama verdi ki, mən əmr edirəm, hücumların miqyasını daha da artırın, daha da şiddətli eləyin. Eyni zamanda artıq ikinci dəfədir ki, bəyan edir ki, bu ölkənin müdafiə naziri biz artıq dəqiq bilməliyik ki, Xamneyini aradan götürməliyik fiziki olaraq. Bu ehtimal nə qədər güclüdür? Bilirsiniz, bir əməliyyatla bütün bir böyük ölkənin bütün ordu komandirlərinin hamısını ortadan qaldıran ölkənin belə bir iddialı bir cümlə qurması hər halda inandırıcı gəlir. Çünkü gerçekten bu kadar böyle operasyonun, böyle əməliyyatın başarılı olması kəşfiyyat açığı veya kəşfiyyat başarısı İsrail adına kəşfiyyat başarısı sonucu oldu. Ona göre ben düşünürəm ki, Katz'ın dediklerini ciddi almak lazımdı ve ya bunu başarmağa çalışırlar ya da ki artık siz dediğiniz gibi eğer o zərbələr doğrulanmadığı için biz tam net deyə bilmirik. Çünkü İran tarafı bununla bağlı her hansı bir ciddi açıklama vermeyip. Eğer bu olmuşsa, yani ben düşünürüm ki bu İsrail'in isteğiydi. Yani bunu ilk imkanda eləyəcəklər. Çünkü Xamneyinin İran ve İran'a inananların yanında çok ciddi bir mənəvi değeri var. Yani bunu başarabilseler ben düşünürüm ki bir ruh kırgınlığı ve sistemin zayıflatmasını gücləndirər diye düşünürüm. Və eyni zamanda o Fordo nüvə obyektinə zərbə endirilməsi məsələsini necə dəyərləndirirsiniz? Amerika Birləşmiş Ştatlarında çox ciddi çağırışlar var. Yəhudi lobbisinin təzyiqləri hiss olunmaqla yanaşı, Trump administrasiyasında fikir ayrılıqları, müxtəlif fikirlər kifayət qədər çoxdur. Misal üçün, demokratlar arasında da kongres zamanı fərqli fikirlər söyləyən oldu ki, qətiyyən Amerika Birləşmiş Ştatları bu savaşa daxil olmamalıdır. Bizə ikinci İraq avanturası lazım deyil. Ancaq Amerika Birləşmiş Ştatlarının bu savaşa qoşulacağı ehtimalı kifayət qədər güclənir.
Bu məsələdə sizin mövqeyiniz nədir, fikirləriniz nədir? Rusif bəy, biz təxminlər eləyə bilərik. Bilirsiniz, Trump elə bir siyasətçidir ki, yəni tez-tez fikrini dəyişdirə bilir. Yəni gerçək fikrini farklı yönlərdə, yəni belə deyim, kamuflə etməyi başara bilir. Mən düşünürəm ki, yəni belə Amerikanın birbaşa əgər savaşa fiziki olaraq qatılması ilk başdan istənilsəydi, Amerika bunu eləyərdi. Çünki İsrail Amerika ilə və çox yaxın müttəfiqlərinlə belə bir əməliyyatı razılaşdırmadan etdiyini düşünmürəm. Doğrudur, bəlkə də o görüşlər əsnasında Amerika və ya başqa müttəfiqlər bunu istəmirdilərsə də, İsrail demək ki, ortaya o qədər ciddi bir arqument qoydu ki, yəni bunun qaçınılmaz olduğuna müttəfiqləri inandırdılar. Bu bilirsiniz, bu sadəcə bir saldırı iki ölkə arasındakı məsələ deyil. İran elə bir ölkədir ki, İranın bugünkü durumunla bağlı dünyanın iqtisadi durumu çox tez dəyişir. Birincisi, Çin İrana saldırıyı özünə qarşı təhdid kimi dəyərləndirə bilər. Çünki onun davranış şəklini %100 planlamaq və ya öngörmək çox asan deyil. Bu, yəni belə deyim, dünya iqtisadiyyatını və dünya dəngələrini gerçəkdən yerindən dəyişdirə biləcək olaydı. Mən düşünürəm ki, İrandakı, belə deyim, İrandan alınmış kəşfiyyat bilgiləri çox ciddi olmuş ki, Amerika buna sakit qalıb. Amma hansı aşamada Amerika qatılacaq və ya qatılacaqmı? Çünki bu da çox önəmlidir. Hələ ki, bugünə kimi gördüyümüz odur ki, sadəcə Trump sözlə biz gəlirik və İranın hava üstünü tam kontrolumuz altındaydıq. İlk başda xatırlayırsınızsa, bizim bu saldırı ilə heç bir əlaqəmiz yoxdur kimi bir açıqlamalar başlamışdı. Bunun mediaya yansıyan boyutunun gerçək durumu tam belə deyim ki, üst-üstə örtüşmədiyini hələ düşünürəm. Amerika gerçəkdən bu işlərdə yəni bilgilidir. Amerikanın bilgisi olmadan hər hansı bir əməliyyatın başlamadığını düşünürəm, bir də altını çizək. Ona görə Amerikanın birbaşa olmasa da dolayısı yolla bu savaşda, yəni belə deyim, iştirak edəcəyini mən düşünürəm. Çünki əgər icazə verirsəniz, yenidən bir də haşiyə çıxaq. Buyurun, Amerikanın 5-ci dəniz donanması bölgədə aktiv hərəkətdədir və Körfəzdə bilirsiniz dağınıq vəziyyətdədir və belə anlaşılır ki, İsrailə kəşfiyyat bilgilərindən ciddi paylaşım gedir. Çünki İsrail saniyə İran ordusunun hərəkətini izləyir və onların raket anbarlarını, atış nöqtələrini təsbit eləyir. İkinci atış eyni yerdən olmur, çünki eyni yerə zərbələr endirilir. Və o anbarlar ki, hardakı bu raketlər olasılığı var və çoxu artıq zərər görür. Diqqət eləyirsinizsə, yəni bu ilk günlərdə atdıqları o raketlərin sayı azalıb, çox fərqli raketlər üzə çıxardırlar. Yəni bir neçəsini dənədilər. Ona görə mən düşünürəm ki, bu kəşfiyyatсız mümkün deyil. Bunu nədən biraz haşiyə çıxmağa gərək duydum ki, dəyərli izləyicilərimiz anlasın ki, birbaşa da olmasa, dolayısı yolla Amerikanın dəstəyi olmasa, belə bir əməliyyatı, belə bir başarıyı əldə etmək elə asan olmazdı. Deməli, indiki məqamda mən bir də YouTube-dakı şərhlərə də nəzər yetirirəm. Bəli, müxtəlif fikirlər var, ancaq suallara hər rast gəlmirəm. Əziz izləyicilər, suallarınız varsa dəyərli ekspertlərimizə canlı şərh bölməsində bu suallarınızı mütləq şəkildə qeyd edin ki, qarşılıqlı şəkildə sizlər də bu müzakirədə bu və ya digər formada iştirakçılardan birinə çevriləsiniz. Onu da qeyd edim ki, artıq qısa zamanda 200-dən yuxarı 300-ə yaxın şəxs yayımımıza qoşulub. İzləyən hər kəsdən bir daha xahiş edirik. Yayımı bəyənib paylaşaq lütfən. Elə bu məqamda mən istəyərdim Günaz TV-nin saytında da yayılan xəbəri tamaşaçılarımıza təqdim edeyim. Hörmətli Şahin bəy, izinizlə bir neçə dəqiqə öncə belə bir xəbər də gəldi ki, İsrail Gülüstana da zərbə endirdi, əziz dostlar. İsrail Hərbi Hava Qüvvələri İranın Gülüstan əyalətinin Ağqala bölgəsində hərbi təyinatlı obyektə hava hücum edib. Bu haqda xarici media məlumat yayıb. Məlumata görə vurulan hədəf Türkmənistan Respublikasının sərhədinə yaxın yerdə yerləşir. Ölən və yaralananlar barədə məlumat verilməyib. Qeyd edək ki, bu İranın ən şimal-şərqində yerləşən hədəf olduğuna görə İsrail qırıcılarının İran səmasına tam nəzarət etdiklərini bir daha göstərmiş olur. Digər xəbərlər də var. Gedişatda bu son dəqiqə xəbərlərini də sizlərlə bölüşəcəyik. Ekranlara yaxın əyləşin, sona qədər izləyin. Hörmətli Şahin bəy, bax bu ərazinin vurulması, Gülüstan, xüsusilə Türkmənistan istiqamətində bu ərazinin vurulması bəzi məsələləri də əslində aktuallaşdırır da. Bilirsiniz, bir neçə gün öncə savaşın başladığı zamanlarda bəzi mənbələr iddia edirdilər ki, Çin hərbi təyinatlı təyyarələri
Türkmenistan üzərindən gəlir, orada İrana daxil olarkən radardan itirlər, radarlar söndürülür. Bu Türkmenistan istiqamətində bu Gülüstan bölgəsinin xüsusilə İsrail tərəfindən vurulması həm də bundan mı qaynaqlanır sizcə? Rusif Bey, ilk önce gelin belə bir değerli izleyicilerimize küçük bir tekniki bir bilgi verək ki, İsrail istifadə elədiyi F-35, F-16 uçakları 2000 kilometr civarında uçuş eləyə bilir ki, o da Tehran ve Tehran'ın biraz belə deyim də şərq istiqamətini belə əhatə eləyir. Ki İsrail belə hesablamaları, aldığı kəşfiyyat bilgiləri də əsas belə baz mərkəzləri bu bölgədə idi. Amma o dediyiniz bölgələr ki, Gülüstan bu Hostanı deyirlər yanılmıramsa İranda, o bölgələrin vurulması İsrail hərbi hava qüvvələrinin belə uçuş alanının dışındaydı. Bunun üçün İsrailin havada belə deyim, yanacaq doldurma uçaklarını bölgeye gətirdiyini və bunun da yetersiz olduğunu, çünki əllərində alınan bilgilərə görə 16 dənə uçağı olduğunu və eskadrilya şəklində uçuşlar olur. 50 yanılmıramsa uçağa qədər İsrail eyni anda havaya qaldırır. Bu da yani yetersizdir. Bir uçağın doldurma zamanının 40 dəqiqə ortalama 45 dəqiqə civarına çəkdiyini hesaplasaq bu yetersizdir. Demek ki yeni bir ya lojistik destek alır İsrail o bölgeleri vurabilmesi için, çünkü aralarında hardan baksanız 1000 kilometreden çok arasında fark var. Bu ciddi bir mesafedir. Yani bu hatta modern uçakların belə bu kadar mesafeyi tekniki olarak öz güclərinə belə deyim eləyə bilməsi mümkün değil. Gəlin ilk önce bunu değerli izleyicilerimize yani biz anladaq ki, yani hər halda döyüşün tekniki dəyişikliklərə gedilir pratikdə və sonra gələk ki, o bölgelerde ne var? O bölgelerde dağlıq ərazidir və dağlıq ərazilərdə bilirsiniz İran çok sayıda yeraltı ambarlar ve yeraltı fabrikalar tikibdir, sanayi amaçlı ve bunların hamısının hedef olduğu təxmin edilir. Bunların bəziləri bəlkə də yüksək rütbəli devlət adamlarının saxlanması üçün də ola bilər. Amma bugünkü şərtlərdə İsrailin ən çox hədəf aldığı, bilirsiniz, önləyici zərbə olaraq atılması, potensial atılması mümkün olan raketlərin saxlandığı depolardır. Ki o raketlər atılmadan öncə o depoları məhv etməkdir. Bu yəni bir daha belə onu göstərir ki, İran'ın bu imkanlarını da İsrail yeni teknik değişikliklerle hedef almaya başlayıb. İzləyicilərimizin suallarına mən yenidən nəzər yetirirəm. Xüsusilə Səma xanımın bir sualı var ki, Şahin bəy, Güney Azərbaycan məsələsinin gələcək taleyini necə görürsünüz? Bilirsiniz, Güney Azərbaycanın bizim isteklerimiz var, gerçekler var. Bugünkü şartlarda Güney Azərbaycan belə deyim də, yani gündemde değil. Dünya siyasi konjüktürü daha çok Pəhləvi ailəsinin üzerine hesaplanarak hareket edir ve eğer İranda rejim değiştirilmesi hedefdirsə, en çok üstünde durulan İranın parçalanmasından çok iktidarın değişmesidir. Yani bu Güney açısından, bizim Güney Azərbaycan açısından kabul edilmez bir durumdur. Çünkü Pəhləvilərin keçmişdə iktidar döneminde Güney Azərbaycanın necə bir zulmə uğradığını, kültürel olarak en çok məhv edildiği dönem Pəhləvilərin dönemidir. Bilirsiniz, bizim Elə mollaların gəlməyinə səbəb üzr istəyirəm. Elə bu Pəhləviləri devirmək idi də, ondan da betəri gəldi əslində. Yəni bunların alternativi. Bəli, inqilabın ilk başı bilirsiniz ki, Pəhləvilərə qarşı Güney Azərbaycan ve o Güney Azərbaycanlı soydaşların etirazı sonucu o inqilab baş verdi ve sonradan Xamenei o dönemde o inqilabı gerçekleştirilmiş insanların birçoğunu ortadan kaldırdı ve onların çoxunu ortadan kaldırarak tek başına iktidara sahiplenmiş oldu. Bugünkü bu İran rejimi bilirsiniz Fransa eksportudur. O zaman bu iktidar 79'dan sonra xüsusilə, bəli. Yani keçici hükümet Fransa'da kuruldu ve Fransa uçaklarıyla İran'a gelindi ve gelindiği zaman da bilirsiniz Khomeini'nin ilk şükür namazında da arkasında duranlar kimler var idi ve sonradan o bütün müttefiklerini ve birçok onu destekleyenlerin çoxunu
belə deyim, aldadaraq və bir çoxunu fiziki olaraq məhv edərək tək başına iqtidarı ələ keçirdilər və tam belə deyim də Molla Ayətullah sisteminə dayalı bir idari sistem qurdular ki, bugünkü şərtlərdə də İranın başına gələn ən böyük bəlalardan biri odur ki, ölkənin iqtidarı ikilənib. Başından iki başlılıq, iki ordu, iki devlət anlayışı, iki yönetim, bunlar hamısı devləti idarə olunmaz bir vəziyyətə gətirib çıxarıb. Bilirsiniz, Sepah orduları var və devlətin milli orduları dediğimiz o ölkənin orduları var. Və çox qarışıq, belə idarə olunması və anlaşılması çox zor bir sistem gətirdi. Bunun hamısını biz nədən deyirik? Güney Azərbaycan üçün optimal iki yol var. Və bunların biri əlbəttə ki, %100 müstəqillikdir və bu müstəqillik anlayışını bugünə kimi bu media platformalarında dolaşan xəritələrdən çox fərqlidir. Çünki Güney Azərbaycan mütləq körfəzə çıxışlı cumhuriyyət şəklində ola bilər. Yəni, əgər bu olmayacaqsa, onda İranın tamında gerçək sahibləri iqtidarı tam ələ almalıdır. Yəni, bilirsiniz, neçə yüz ildən, 1600 ilə yaxın bu bölgədə Türk ailələrinin qurduğu hakanlıqlar olub, devlət quruluşları olub. Ən sonuncu bilirsiniz, Qacar hanedanını belə deyim də, yəni devirərək at baxıcısı Pəhləvi ailəsini iqtidara gətirdilər. Yəni, mənim görüş açım Güney Azərbaycanın müstəqilliyi yani en alternatif yoldu çünkü milli devlet daha doğru olardı ama bunun kararını tabii ki Güney Azerbaycan'da yaşayan değerli soydaşlarımız, aziz milletimiz kararını verecek. Biz de yani Kuzey Azerbaycanlı soydaşlar olarak onların bu yolda verdikleri karara, almak istedikleri yola elimizden gelen köməyi etmeye çalışmalıyıq, yəni əlimizdən gələni. Bizim üçün ən belə deyim də, yəni ilk belə təməl dəyər Güney Azərbaycanın istəkləridir. Güney Azərbaycanın istəklərinin diqqətə alaraq hərəkət etməmiz gərəkir.